Beləliklə biz şriflərin parametrlərinin sazlanması mövzusunu davam etdiririk. Əvvəlki dərsimizdə biz artıq əsas parametrləri öyrəndik. Bugünkü dərsimizdə isə əlavə parametrlərdən danışacağıq. Əlavə parametrlər dedikdə biz hər hansı qeydiyyatın aparılması üçün şrift dialoq pəncərəsindən istifadə edəcəyimiz parametrləri nəzərdə tuturuq. Şrift dialoq pəncərəsini çağırmaq üçün qlavna menüsündəki şrift qrupunun aşağı sağ küncündəki ox işarəsini sıxmaq kifayətdir. Beləliklə gördüyünüz kimi şrift dialoq pəncərəsi açıldı və bu dialoq pəncərə iki vkladkadan ibarətdir. Şrift və interval vkladkalarından ibarətdir. Bu Word 2007 versiyasında bu cür vkladkalar bu cür adlandırılmışdır. İndi ola bilər başqa versiyalarda bunların adları başqadır və bəzi menular başqa yerlərdə yerləşdirilmişdir. Amma burada bir problem yoxdur. Yəni eyni menulardır, yeni bir şey yoxdur. Sadəcə burada işləməyi öyrənməklə siz digər versiyaların hər birində də həmin menulardan istifadə edə bilərsiniz. Yəni menular bütün versiyalarda hamısında var. Sadəcə olaraq ola bilsin ki, bu bəzi versiyalarda bu pəncərənin adı və yaxud da vkladkaların adı başqa cür qeyd olunsun. Burada da problem yoxdur. Şrift vkladkasında simvolların xarici görünüşünü müəyyənləşdirən parametrlər qruplaşdırılmışdır. Onlardan bir çoxları, məsələn, şrift, gördüyünüz kimi, daha sonra načrtaniyadır, ölçüdür, tekstin rəngidir, altdan xətt çəkilmədir, həmçinin xətt çəkilmənin rəngidir. Bu kimi nüanslar qlavna vkladkasındakı şrift qrupunda və bəziləri isə mini alətlər panelində artıq mövcuddur və biz bunları ilk dərsimizdə əsas parametrlər dərsində artıq öyrənmişdik. İnterval vkladkasında isə sətirdəki simvollar arasındakı interval, şriftlərin eni və s. qeyd edilir. Bu parametrlər yalnız burada mövcuddur. Həmçinin şriftlərə xüsusi effekt vermək üçün hal-hazırda indi hər hansı bir sözü seçək. Məsələn, online kursu.az sözünü seçək və yenidən şrift dialoq pəncərəsini çağıraq. Və burada şriftlərə xüsusi effekt vermək üçün gördüyünüz kimi şrift vkladkasında video izləyəni sahəsi vardır. Və bu sahədəki effektlərdən istifadə etmək üçün onların qarşısındakı checkboxları qeyd etmək lazımdır. Scenium qeyd etsək, gördüyünüz kimi müəyyən bir kölgə, abrazit sahədə gördüyünüz kimi kölgə əks olundu və bunu gəlin yoxlayaq, OK düyməsini sıxaq. Gördüyünüz kimi müəyyən bir kölgə əks olundu və yenidən şrift dialoq pəncərəsini çağıraq, digər video dəyişikliklərə baxaq. Kontrol qeyd etdikdə gördüyünüz kimi iç tərəfinin rəngi əks olundu. Sadəcə olaraq kənarları, hərflərin sərhədləri, şriftlərin sərhədləri əks olundu. Yəni bu cür effektlər də mövcuddur. Daha sonra gördüyünüz kimi zaçorknutay şrift qrupunda artıq bu funksiya var idi. Daha sonra iki xətt çəkilməsi də vardır. Daha sonra bu nastroçni, yəni sözün üst tərəfdən yazılmalı, həmçinin aşağıdan yazılmalı. Yəni bunlar da artıq mövcud idi. Şrift qrupunda malay propisnay düyməsi də vardır. Daha sonra malay propisnay checkboxu da vardır. Gördüyünüz kimi artıq bu şriftlər artıq baş hərflər kimi əks olundu. Daha sonra vse propisnay kimi qeyd etsək, o zaman gördüyünüz kimi bütün hərflər baş hərf kimi əks olunur. Yenə də eyni qaydadır, sadəcə olaraq bunların fərqlənir. Malay propisnay qeyd etdikdə ilk hərf nisbətən baş hərflərlə hamısı əks olunur, lakin ilk hərf nisbətən biraz böyük olur. Digər baş hərflər isə ilk hərfə nisbətdə biraz balaca əks olunur. Daha sonra siz skrit edə bilərsiniz. Bunu qeyd edək, qeyd edilməsiniz var. Yəni bu effekt fraqmenti sənətdə gizlədir, yəni əks etdirilir. Həmin fraqmentin əks olunması üçün qlavna vkladkasındakı gördüyünüz kimi abzas qrupunda atabrazit vse znaki düyməsini sıxdıqda gördüyünüz kimi əks olunur. Bu zaman həmin fraqment aşağıdan müxtəlif xətlərlə əks olunacaqdır. Fikir verdinizsə, bunun altında müxtəlif xətlər qeyd olunur. Bu, onu bildirir ki, bu gizlədilmiş bir mətindir və bu, onu göstərir ki, bu yazılan bu hissə, yəni bu qırıq xətlər olan hissə gizlənilmiş hissədir. Biz həmçinin simvolların enini də dəyişdirə bilərik. Simvolların eninin dəyişdirilməsi üçün bütün abzası qeyd edək və şrift dialoq pəncərəsini çağıraq. Buradan interval vkladkasına keçirik və şriftlərin eninin dəyişdirilməsi, daha doğrusu simvolların eninin dəyişdirilməsi üçün burada masştab açılan siyahıdan istifadə edirik. Tutaq ki, burada 200 qeyd edək və OK düyməsini sıxaq. Gördüyünüz kimi artıq simvolların eni dəyişdirildi. Fikir verin, bu enlər, simvolun eni artıq 200% kimi əks olunur. Burada həmçinin siz istənilən ölçünü qeyd etməklə yanaşı, sadəcə olaraq gördüyünüz kimi sahənin özündə rəqəm qeyd olunur və sadəcə olaraq oradan daxil etməklə də dəyişə bilərsiniz. Gördüyünüz kimi artıq 150-yə düşdü. Həmin bu oktyabr sözü, amma digər sözlər artıq
gördüyünüz kimi digər simvollar hamısı yenidən 200%-lə əks olunur. Yəni, masştabın ölçüsünün bu cür artırılması adətən başlıqlar üçün istifadə edilir. İndi hal-hazırda biz sadəcə olaraq mətnə qeyd etdik. Yəni, masştabın dəyişdirilməsi şriftin ölçüsünə heç bir təsir etmir. Yalnız simvolların enini dəyişdirir. Gördüyünüz kimi hal-hazırda oktyabr sözlüyündə gördüyünüz kimi 14 şriftlə, 14 punkt şriftlə qeyd olunur və 200%-lıq enə malik olan şriftə baxdıqda gördüyünüz kimi onlar yenə də 14 punkt ölçüdə əks olunur. Yəni bunların şriftin ölçüsünə heç bir aidiyyatı yoxdur. Şrift ölçüsü olduğu kimi qalır. Sadəcə olaraq şriftin eni dəyişir. Bu funksiyadan mən əsasən nə zaman istifadə edirəm? Bilirsiniz, ola bilir ki, tutaq ki, fikir versəniz, mətn yazılarkən bütün eninə doğru, yəni gördüyünüz kimi şirinə düyməsini sıxdıqda hal-hazırda da aktivdir. Yəni sənədlər hamısı bizdə gördüyünüz kimi bu cür yox, məhz eninə doğru əks olunur. Bu cür qeyd etdikdə bütün arasındakı intervallar, hər bir söz arasındakı intervallar eyni əks olunur. Yəni eyni ölçüdə olur. Lakin tam eninə əks etdirdikdə isə bütün sənəd boyu nisbətən dəyişir. Yəni fikir verin, bu sahə ilə bu sahə arasında fərq var. Bu funksiyada mən əsasən bu padqonkanı düzəltmək üçün istifadə edirəm. Hal-hazırda gördüyünüz kimi burada 200% qeyd olunubsa, burada isə 150%-lik fərq, yəni en fərqi hiss olunur. 50% fərqi hiss olunur. Lakin 200%-lərlə, tutaq ki 5%, 10%-lərlə, yəni bu cür istifadə etməklə bu intervalları, yəni padqonkanı həyata keçirirəm. İntervallar arasında məsafəni azaldıram. Düzdür, sərhədlərdən tam bitişik daha gözəl görsənir, nəinki bu cür formatda, bu cür daha görsənir. Lakin bunun da çatışmayan cəhəti odur ki, sözlər arasındakı intervallar həddən artıq, bir də görürsünüz, çox uzun olur. Yəni standart olmur, söhbət uzunluq və yaxud da qısalıqdan getmiş, standart olmur. Birində bir cür, birində fərqli olur. Bu cəhətdən də məsəl üçün hər hansı bir sözü qeyd edək. Gördüyünüz kimi bu sətirlə bu sətrin arasında intervalları çox fərqlidir. Yəni burada artıq həmin padqonkandan istifadə etmək çox çətin olur. Çünki adicə bunu istifadə edək, tutaq ki, bu sətirdəki sözlərin hamısını indi 200%-lə qeyd olunubsa, daha böyütmək üçün biz əlbəttə ki, aşağı faiz verməliyik, tutaq ki, 180% qeyd edeyim. Və gördüyünüz kimi, bir o qədər də hərf fərqi hiss olunmur. Lakin sahə artıq böyüdür. İndi Ctrl-Z eləyəcəm, siz diqqət yetirin. Üst sahə, alt sahə, interval sahələrlə indi geriyə qayıdıram. Gördüyünüz kimi nə qədər fərqləri tutun. Gördüyünüz kimi. Yəni, mən adətən bunun üçün istifadə edirəm. Öyle olur ki, lazımlı sənəd olur, onu daha gözəl görsənməlidir və ya da hər hansı bir tutaq ki, sertifikat düzəldirsiniz və ya da diplom düzəldirsiniz. Bu zaman həmin bu funksiyana, lakin həddən artıq faizləri böyük verməklə yox. Həddən artıq böyük versəniz, bu artıq onun bütün formatını koruyacaqdır. Gördüyünüz kimi burada oktyabr sözü ilə tarixində sözü görürsünüz, artıq fərq hiss olunur. Çünki burada 50% masştabdan istifadə olunur. Lakin adicə bu Respublikasının sözü ilə haqqında sözü bir o qədər də hiss olunmur. Çünki burada nisbətən az faiz fərqi var, 20% fərqi var. Sadəcə olaraq diqqətlə baxdıqda hiss olunur. İndi 15% versəniz ümumiyyətlə bəlkə də heç hiss olunmayacaq. Yəni mən əsasən bu nüanslarda bu funksiyadan istifadə edirəm və çox gözəl bir funksiyadır. Mənim çox xoşuma gəlir. Siz başqa sahələrdə də indi bilmirəm, indi ola bilər. Sizin fantaziyanızdan asılıdır. Başqa sahələrdə də siz onları tətbiq edə bilərsiniz. Onu da qeyd edeyim ki, masştabı buraxıla bilən ölçü 1%-dən 600%-ə qədərdir. İndi yenidən bu mətni qeyd edək. Şrift dialog pəncərəsini açaq. İndi gördüyünüz kimi burada artıq faiz qeyd olunmuyor. Bu nəyə görə belə olur? Çünki burada müxtəlif faizlərdən, burada 180, 200 və 150 faizlərdən istifadə olunur və bununla yanaşı bütün mətn gördüyünüz kimi hamısı qeyd olunduğu üçün standart faiz ölçüsü, yəni masştab olmadığı üçün burada sadəcə olaraq boş qeyd olunur. İndi isə simvollar arasında məsafəni, yəni intervalı dəyişmək üçün biz şrift dialog pəncərəsinin interval vkladkasındakı bu interval açılan siyahısından istifadə edəcəyik. İndi açıq bu siyahını gördüyünüz kimi burada обычный, разряженный və уплотненный menyuları vardır. Разряженный və ya уплотненный əmrini qeyd etdikdə gördüyünüz kimi burada sağ sahədə na sayğacı vardır və burada lazımi ölçünü daxil edirik və ondan sonra santimetr və ya millimetr qısaltmaları qeyd etmək lazımdır. Düzdür, burada punkt kimi qeyd olunur. Lakin bu punktu pozaq, çünki santimetr və ya millimetr qeyd etmək daha məqbul olardı. Və beləliklə santimetr qeyd etdik. Yəni 1 santimetr qeyd etdik. Yəni bu qısaltmalar yazılmalıdır. İndi razrejonnay əmrindən adətən başlıqların qeydiyyatında və ya mətndə hansısa sözün seçilməsi üçün istifadə edilir. Uplotnennay əmrindən isə əsasən mətnin podborkası üçün istifadə edilir və intervalları 0.1, 0.3 punkt arasında
azaltmaq məsləhət görülür. Çünki bundan artıq kiçildikdə bu artıq nəzərə çarpır. İndi OK düyməsini sıxaq, hər bir şriftin arasında 1 sm fərq hiss olunur. Yəni yenə də deyirəm, razrejona əmrindən adətən başlıqların qeydiyyatında və yaxud da mətndə hansısa sözün seçilməsi üçün istifadə olunur və siz onu 1 sm mən qeyd etdim, siz başqa cürdə qeyd edirsiniz. İstəyirsiniz 2 sm qeyd edin, yəni fərqi yoxdur. Yəni bu sizin sənədin başlığından asılıdır. 3 sözlü başlıq olsa, əlbəttə ki, onun arasında yarım santim fərq buraxmaq daha gözəl görsənərdi. Və Ctrl-Z düyməsini sıxaq və yenidən həmin dialoq pəncərəni çağıraq və обычный rejimini seçmişdik. İndi isə uplattniyon rejimini seçək və burada bir punkt kimi qeyd olunub. Belə də saxlayaq. Lab istəyirsiniz millimetri latin qrafikasına daxil edək. Burada 1 qeyd etmişik. Bunu da eləyək 3 mm və OK düyməsini sıxırıq. Və gördüyünüz kimi şriftlər artıq nisbətən sıxılmış vəziyyətə qayıtdı. Və bu da hər hansı bir işdə əsasən də ki, mətnin podborkası üçün yenə də deyirəm, əsas mən bu funksiyanı, bu məqsədin podborka üçün istifadə edirəm. Və interval ümumiyyətlə ki, 0,1-0,3 punkt arasında azaltmaq məsləhət görünür. Çünki bundan artıq kiçildikdə bu artıq nəzərə çarpır. Biz həmçinin simvolları mətnin yerləşdiyi səthə uyğun olaraq yerini yuxarı və ya aşağı dəyişdirə də bilərik. Tutaq ki, hər hansı bir sözün, elə bir hərfi götürək. Tutaq ki, ə hərfini götürək və bunun yuxarı və aşağı əks olunmasını təmin etmək lazımdır. Əlbəttə, burada bir hərfi qeyd etdim, sadəcə olaraq sözə nisbətən bunu siz açıq görəsiniz deyə bunu belə qeyd elədim və qeyd edirik yenə də şrift dialoq pəncərəsinin interval vqadqasında smisheniya açılan siyahıdan yuxarıya istəyiriksə verx, aşağıya istəyiriksə niz əmrini seçirik. Hal-hazırda verx qeyd edək və smisheniya 3 punkt kimi qeyd olunur. Yəni biz bunu nisbətən qaldıraq. Gördüyünüz kimi sətrə nisbətən artıq biz hər dəfə sayğacın ölçüsünü qaldırdıqda o nisbətən yuxarı qalxır və OK düyməsini sıxaq. Və fikir verirsiniz, gördüyünüz kimi bu artıq həmin seçilmiş fraqmenti biz smişət elədik. Ona görə də o hərf yalnız həmin o simvol, bir simvol qalxır, digər simvollar isə öz yerində qalır. Yəni bu smişeniya həmin bu simvolun aşağı sətirdən, yəni bax bu sətirdən yuxarı ölçüsünü vermişik. 7 punkt kimi vermişik, 7 punkt yuxarı qalır. Eyni qaydada biz onu həmçində aşağı da sala bilərik. Yəni alternativ açılan siyahıdan niz qeyd etməklə. Və na sahəsində yenidən biz nə qədər endirmək lazımdırsa, həmin ölçünü qeyd edib, OK düyməsini sıxırıq. Yenə deyirəm, susmaya görə bu sayğacda ölçü vahidi punkt kimi qeyd olunur, lakin istəyə uyğun olaraq onu santimetr və ya millimetrlə də dəyişmək mümkündür. Bunun üçün na sayğacında lazımi ölçünü daxil etdikdən sonra probel işarəsi qoyursunuz, ondan sonra santimetr və ya millimetr qısaltmalarını qeyd etmək lazımdır. Əlbəttə, əgər raskladka rus dilindədirsə, bu rus dilində edirsiniz, latin qrafikasındadırsa, onda latin qrafikasından edirsiniz. Yəni, bu cür yer dəyişməni siz həmçinin tam dəqiqliklə də qeyd edə bilərsiniz. Məsələn, burada gördüyünüz kimi 0,85 punkt qeyd olunur. Yəni, 0,5 punkt və yaxud da 0,1 millimetr dəqiqliklə eləmək mümkündür. Yarım punkt və 1 milli. Bu şrift vkladkasındakı yadınızdadırsa, podstrochni və nadstrochni düymələrini xatırladır. Lakin onlardan fərqi nədir? Yəni, fərq ondadır ki, bu cür qeyd etdikdə, yəni indes smisheniya apardıqda, o zaman həmin şriftin ölçüsü dəyişilmir. Lakin həm bu nadstrochni və podstrochni düymələrində şriftin ölçüsü özü dəyişir. Bu əmrlərdən adətən indekslərin yazılışı zamanı istifadə edilir. Yəni, bu cür smisheniya üçün onlar yaranır. Düzdür, xırda cüzilik də olsa, lakin sənədin əks olunmasında böyük təsir göstərir. Tutaq, indi bunu yoxlayaq. Hal-hazırda gördüyünüz kimi biz bu ə hərfini smisheniya vasitəsilə yuxarı qaldırmışıq. Bu ə hərfini isə biz nadstrochni düyməsini sıxmaqla yoxlayaq. Gördüyünüz kimi bu ə hərfi ilə bu ə hərfi arasında fərq var. Və buradan bir məqama da toxunum. Yenidən qayıdırıq interval sahəsinə. Gördüyünüz kimi burada kerning funksiyası da vardır. Bu əsasən fərqli görünən intervallar üçün nəzərdə tutulmuşdur. Bəzi simvollar var ki, onlar gözə daha böyük intervallı görsənir. Tutaq ki, T-A hərf birləşməsi və yaxud da A-T-A hərf birləşməsi, yəni böyük söhbət baş hərflərdən gedir və A-Y hərf birləşməsi və s. O zaman kerning checkboxunu qeyd etdikdə bu intervallar bir növ qısalır. Yəni bunu artıq checkboxu qeyd edək və gördüyünüz kimi bu sayğacda punktlar vasitəsilə biz artıq onların ölçüsünü də verə bilərik ki, neçə punkt həmin bu kerning olunacaq. Ümumiyyətlə, mənim fikrimdə bu intervallar bir o qədər də hiss edilmir. Yəni, mən heç bir güclü fərq hiss eləmirəm. Sadəcə olaraq bu əmr var redaktorda, ona görə də bu barədə dedim ki, siz biləsiniz. Kerning əsasən iri şrift növlərində və baş hərflərdə yazılan simvollarda istifadə edilir. İndi gəlin, bunu istəyirsiniz, lap özümüzdə yoxlayaq, tutaq ki, bir baş hərflərlə bir söz yazaq. Tutaq yazaq ki, atalar sözü.
Yəni bir növ burada diqqətlə baxanda güya ki, həmin bu AT hərf birləşməsini nisbətən böyük görsənir. Yəni belə bir nəzəriyyə var, amma mən bunun heç bir fərqini hiss eləmirəm. Və kerning vasitəsilə tutaq ki, bütün bu sözü qeyd edək və kerning funksiyasını qeyd edək və elə 22 punktda da qalsa və OK düyməsini sıxaq. Və bu məsafələr nisbətən sıxlaşdı və hərflər hamısı eyni qeyd olunur. Yəni fikir verirsinizsə, gördüyünüz kimi bu kerlingdən qabaqlı vəziyyət, isə kerling. Yəni sadəcə olaraq fikir verin, burada güya bu A-T-A arasındakı sözlərə fikir verin. Bunlar nisbətən elə bir-birindən aralı görsənir. O qədər də, yəni diqqətlə baxanda bu fərq hiss olunur. İndi isə kerling vəziyyətinə qayıdaq. Gördüyünüz kimi bu T hərfi, yəni A hərfləri T hərfini nisbətən biraz sıxdır. Gördüyünüz kimi fərqləri yəqin ki, siz də artıq hiss edirsiniz. Yəni T hərfi A hərfləri nisbətən T hərfinə yaxınlaşır, sıxlaşır. Yəni güya belə olanda daha stabil görsənir və amma mən yenə də deyirəm, mən bunlarda heç bir fərq görmürəm. Çünki bu hərflərin quruluşu budur, strukturu budur. Ona görə də yenə də deyirəm, bu xırda hərflərdə o qədər də özünü göstərmir. Yəni böyük şriftdən istifadə olunarsa, hal-hazırda bizə 22-ci şrift ölçüsündən istifadə edirik, 22 punkt və bu özünü büruzə verir. Lakin xırda şriftlərdə bu o qədər də gözə çarpır. Sadəcə olaraq bu əmr var redaktorda, ona görə də bu barədə də dedim ki, yəni biləsiniz bu kerlinglərdir. Beləliklə biz şriftlərin parametrlərinin sazlanmasını öyrəndik. Yəni hər iki dərsdə biz əsas parametrləri və əlavə parametrləri öyrəndik. Word-lə işləyən zaman ən çox istifadə olunan məhz bu parametrlərdir. Yəni siz daima bunlardan istifadə edəcəksiniz. Ona görə də bu dərsi daha yaxşı, daha güclü mənimsəməniz lazımdır. Beləliklə bugünkü dərsimizi burada yekunlaşdırırıq. Sağ olun, gələn dərslərimizdə görüşənək.